Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Hansı pensiya nə qədər artıb, ətraflı şəkildə məlumat verəcəyik. Bundan əvvəl də video paylaşmışdıq, ancaq bəzi pensiyaları tam paylaşmadığımız üçün bütöv şəkildə bir video paylaşmaq istədiksə, ilk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz bu cür maraqlı videolar paylaşdığımız zaman sizə YouTube'dan dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, artımlarımıza keçid edək. Prezidentin aylıq təqaüdü, hörmətli izləyicilər, şəhid ailəsi, 20 yanvar şəhidinin ailəsi, Əfqanistanda həlak olmuş hərbiçinin ailələri üçün verilən 600 manat təqaüd 100 manat miqdarında artırılıb və 700 manata çatdırılıb. Hörmətli izləyicilər, ekranda da görürsünüz. Növbəti artımımız yenə də prezidentin aylıq təqaüdü Vətən müharibəsi qəhrəmanı üçün 200 manat miqdarında artım olub. Əvvəllər 2000 manat idi. İyul ayının 1-dən etibarən 2200 manata çatdırılacaq. Azərbaycanın milli qəhrəmanı adı üçün verilən 1800 manat prezident təqaüdü isə 2000 manata çatdırılır. Yəni bu təqaüddə də 200 manat miqdarında artım qeyd olunur. Prezidentin fərdi təqaüdü isə 1500 manatdan 1700 manata çatdırılır. Bunda da 200 manatlıq artımı biz görə bilirik. Hörmətli izləyicilər, növbəti artımımıza keçid edək. Prezidentin aylıq təqaüdü müharibə 20 yanvar hadisələri hərbi xidmət vəzifələrini yerinə yetirmək, Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə verilən 50 müavinətləri var, 50 təqaüdləri var ki, bunlarda da artım olunur. Orqanizmin funksiyalarının pozulma faizinə görə verilən müavinətlərdir ki, 81-100% orqanizmin funksiyalarının pozulmasına görə, yəni birinci dərəcəli əlilliyi olanların təqaüdü 500 manatdan 600 manata qaldırılır, 100 manatlıq artım olunur. Bu da 20% artım deməkdir. Orqanizmin funksiyalarının pozulması faiz dərəcəsi 61-80% aralığında, yəni ikinci dərəcəli əlilliyi olan şəxslərə 400 manatdan 500 manata qədər artırılır. Yenə də 100 manat artım deməkdir. Bu da 25%lik artım deməkdir ikinci dərəcəli əlillikdə. Və orqanizmin funksiyalarının 31-60%-ə qədər olan hissəsində, yəni 3-cü dərəcəli əlillik 330 manatdan 400 manata qaldırılır. Bu da 70 manatlıq bir artım deməkdir. Bu da 21%, 21,2% artım deməkdir, hörmətli izləyicilər. Aylıq müavinətlərə keçid edə, hörmətli izləyicilər, ümumiyyətlə ümumi əlilliyi olan şəxslər üçün artım dərəcəsini göstəririk. Birinci dərəcəli əlillik üzrə müavinət 270 manatdan 300 manata qaldırılır, yəni 30 manat artım olunur. Bu da 11% artım deməkdir, 11,1%. İkinci dərəcəli əlillik 220 manatdan yenə 30 manat artırılaraq 250 manata çatdırılır. Bu da 13,6% artım deməkdir ikinci dərəcəli əlillikdə. Və üçüncü dərəcəli əlillikdə isə 150 manatdan 150 manat olan üçüncü dərəcəli əlilliyə verilən pensiya 30 manat miqdarında artırılaraq 180 manata çatdırılır. Bu da 20% artım deməkdir. Növbəti artımımız, hörmətli izləyicilər, müavinətlərlə bağlıdır. 5-dən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinət əvvəllər, yəni iyulun 1-nə qədər hazırda 105 manat təşkil edir. İyulun 1-dən isə 35 manat miqdarında artım olacaq və 140 manata çatdırılacaq. Bu da 33,3% artım deməkdir, hörmətli izləyicilər. Faiz nisbətində göstəririk. Az təminatlı ailələrə 1 yaşa tək uşağa görə verilən 100 manat müavinət də eyni ilə 140 manata çatdırılır və növbəti aydan bu tətbiq olunacaq. Ailə başçısını itirməyə görə verilən 120 manat, hər uşağa görə verilən 120 manat müavinət isə 140 manata çatdırılır. Bu da 20 manat artım deməkdir. Müddətli hərbi xidmətdə olanların uşaqlarına görə verilən 120 manat müavinət 140 manata çatdırılır. Bu da 20 manat artım deməkdir. Valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına verilən hər uşaq üçün 120 manat müavinət də yenə 140 manata çatdırılır. Ümumiyyətlə uşaqlarla bağlı verilən müavinətlər 140 manata çatdırılıb, hörmətli izləyicilər. Aylıq müavinət övladlığa götürülən uşaqlara görə 0-6 yaş arası uşaqlara görə verilən 395 manat müavinət 500 manata çatdırılır, yəni 105 manat miqdarında artım olunur. 7-13 yaş arası uşaqlara görə verilən 415 manat müavinət 600 manata çatdırılır. Bu da 185 manatlıq bir artım deməkdir. 14-18 yaş arası uşağa görə verilən 435 manat müavinət isə 650 manata çatdırılır. Bu da faiz nisbətində 50% yaxın bir artım deməkdir, hörmətli izləyicilər. Növbəti artımımıza keçid edək. Prezidentin aylıq təqaüdü ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə verilən müavinətdir ki, bu da birinci dərəcəli əlilliyi üzrə
Verilən 200 manat müavinət 250 manata çatdırılır. Yəni 50 manat artım qeyd olunub. Birinci dərəcəli əlillikdə, ikinci dərəcəli əlillikdə isə 220 manatdan 250 manata çatdırılmışdır. Bunu qeyd etmişdik hörmətli izləyicilər. Burada isə birinci dərəcəli gözdən əlilliyi olan şəxslər üçün verilən 300 manat müavinət 50 manat artırılaraq 350 manata çatdırılır. Gözdən əlilliyi olan şəxslərin də, birinci dərəcəli əlilliyi olan şəxslərin də müavinəti 300 manatdan 350 manata qaldırılır. Birinci dərəcəli əlilliyi olan şəxslər və əlilliyi olan uşaqlara qulluq edənlər üçün isə, yəni baxım pulu deyilirdi, qulluq edənlər üçün isə 100 manatdan 120 manata qaldırılır müavinət və bunu da qeyd edir hörmətli izləyicilər. Növbəti artımımız isə prezidentin aylıq təqaüdü fəxri adlara görə verilən müavinətlər, xalq fəxri adına görə verilən təqaüd 200 manatdan 300 manata qaldırılır, əməkdar artist fəxri adına görə verilən müavinət isə 150 manatdan 200 manata qaldırılır hörmətli izləyicilər. Əməkdar adı üçün də 50 manat miqdarında artım qeyd olunub. Bir dəfəlik müavinətlər isə hörmətli izləyicilər uşağın anadan olmasına görə verilən 500 manatlıq bir dəfəlik müavinət 600 manata çatdırılır, yəni 100 manat artım olacaq növbəti aydan. Dəfn üçün verilən 500 manat müavinət isə 600 manata çatdırılır. Bəli, hörmətli izləyicilər, artımlarımız yekunlaşdı. Bir çox vətəndaşların yaşa görə verilən 220 manat sosial müavinətlə bağlı sualları var ki, bilirsiniz ki, Azərbaycanda əmək pensiyası ala bilməyən vətəndaşlarımıza pensiya yaşına çatdıqda dövlət tərəfindən heç bir kapitalı, heç bir sığorta iş stajı olmadığı halda dövlət tərəfindən verilən 220 manat müavinət var idi ki, həmin müavinətin də artımı gözlənilirdi. Hazırda həmin müavinətlə bağlı hər hansı bir artım qeyd olunmayıb, qeydə alınmayıb və bununla bağlı hər hansı bir sərəncam yoxdur. Ancaq 220 manat yaşa görə verilən müavinətlə bağlı hazırda artımlar müzakirə olunur. Yaxın günlərdə bu müavinətin də artımı gözlənilir hörmətli izləyicilər. Təbii ki, artım olduqda dərhal kanalımızda bu barədə məlumat paylaşılacaqdır. Videomuz yekunlaşdı. Bu videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə.